Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hamdolsun alemlerin Rabbi olan Allah Teala'ya, salavat ve selam Resul-i Ekrem'e ve mukaddes ehli beytine, şükürler olsun insanları zelaletten aydınlığa çıkaran Kur'an-ı Kerim'e. Ki biz de Kur'an-ı Kerim'in 125 kelimesini öğrenmekle Kur'an-ı Kerim'in 50 kelimesini anlamağı bu derslerimizde hedefleyirik inşallah. Növbəti kəlamlara baxaq. Əs-səlat, namaz, dua deməkdir. Quran-ı Kərimdə 83 dəfə təkrarlanır. Və-səlat, lis-səlat, bis-səlat və sələvat elə salatın da cəmidir. Kimi rast gəlinir. Bəqərə surəsi 43-cü ayə. Və əqimus-sələtə və ətuz-zəkətə və ərkəu məər-rəkiin. Ve agimu kılın salat namazı ve atu verin zekat zekatı ve arka'u rükû edin ma'a birlikte rak'in rükû edenlerle. Ma'za ne ve nedir demektir ve meza meza kimi rast gelinir 27 defa tekrarlanır. Bəqərə suresi 26. ayet. وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللّٰهُ بِهَذَا مَثَلًا وَأَمَّا الَّذِينَ Eleyse o kesler ki keferu kafirdirler feyegulune diyerler meza nedir eradallah erade irade sözü değil bu istedi Allah irade etti Allah bihaza bununla mesela bu mesele Allah ne demek istedi diyerek kafirler diyor. Azimu 107 defa Kur'an-ı Kerim'de tekrarlanır. Allah Teala'nın 99 adlarından biridir ve dilimizde əzəmət kimi de tercüme olunur. Ve Kur'an-ı Kerim'de aynı zamanda kıyamet günü de veyahut Kur'an-ı Kerim'in de özü de əzəmətli şanlı Kur'an kimi səslənir. Ali İmran suresi 74. ayet. Vallahu zul fazlil azim. Vallahu Allah zul sahibidir. Fazlil fazilet azim. Allah büyük kerem sahibidir. Fazilet əzəmətli fazilet sahibidir. Teyyibat təmiz deməkdir və Quran-ı Kərimdə 46 dəfə təkrarlanır. Ləziz, zövqlü kimi də tərcümə olunur. Teyyibat və teyyibu bit-teyyibat teyyibuna kimi rast gəlinir. Bəqərə surəsi 57-ci ayə. Kulu min teyyibati mə ərzəqnəkum. Kulu yeyin min damdan şəkilçisidir. Teyyibat o temizlerden ki ma nedir? Razaqnakum size verdiğimiz ruziden temizlerini yiyin. Saufa Arap dilinden tercümede bizde gelecek zaman şəkilsi kimi acak kimi tercüme olunur. Yalnız indiki zaman fiillerden evvel gelir. Ve gelecek zamana dəyişdirir. Fəsəvfə, ləsəvfə, lisəvfə, fəlsəvfə kimi rast gəlinir. 42 dəfə də təkrarlanır. Təqasür surəsi 3-cü ayə. Kəlla səvfə tə'ələmun. Kəlla əvvəlki dərslərimizdən də öyrənmişdik. Qətiyyətlə yox deməkdir. Səvfə tə'ələmun. Elmdir, bilmək deməkdir. Deməli, bileceksiniz. Kalla, hayır, mütlak siz bileceksiniz. Kasiran, kasirun çoxlu deməkdir, çox deməkdir. Quran-ı Kərimdə 63 dəfə təkrarlanır. Və kasirun li kasirin kimi rast gəlinir. Ənfal surəsi 45-ci ayə. Vəsbutu vəskurullaha kasiran ləkum tuflihun. Vəsbutu möhkəm olun. Vəskuru zikredin Allah'ı kəsiran çoxlu lə'əlləkum bəlkə siz tuflihun nicat tapasız.
zunubi Quran-ı Kərimdə 39 dəfə təkrarlanır. Günahlar deməkdir. O zənbun, zənbihi, bi zənbihi, bi zənbihim, li zənbikə, bi zunubi kimi də rast gəlinir. Ali İmran surəsi 135-ci ayə. وَمَنْ يَغْفِرُ ذُنُوبَ إِلَّا اللّٰهِ Və mən və kim yəğfiru bağışlaya bilər zunubi günahları illa başqa deməkdir. Əvvəlki dərslərimizdən öyrənmişdik. Allah. Allahdan başqa günahları kim bağışlaya bilər kimi tərcümə olunur. İndi isə bu öyrəndiyimiz 7 kəlməni özümüz təkrarlamağa çalışaq. Əs-səlat namaz, dua deməkdir. Məza nədir deməkdir? Əzim, əzəmətli, qüdrətli deməkdir. Təyyibət, təmiz deməkdir. Savfə, gələcək zaman şəkilçiləri kimi acaq şəkilçilərdir. Kəsirun, çoxlu, çox deməkdir. Zunubi, günahlar deməkdir. Allah Teala bizi bütün günahlardan hifz eləsin. Allah bizi qorusun. İnşallah ki, biz bu dərslərimizi sona çatdırmağı inşallah bizə müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.